İnsanın islah yolu bundan başlanır ki, ilk növbədə fikrinə hakim ola bilsin. Yusuf, fikir vermisənsə, biz texnoloji dövrdə yaşasaq belə, müasirlikdə yaşasaq belə, tostoran, robot tostoran, taksi, telefonla çağırsaq belə, bizim zamanla problemimiz var. Biz görüşlərə gecikirik, hətta şirkətlərin deadline'lərdə problem var. Və bu vaxt məsələsi, vaxtda belə deyək də, vaxtın bizi yeməsi xalqımızın hər bir nümayəndəsinə hopubdur. Xalqımız çox gecikəndir, görüşlərə gecikir, hətta dostlarla məsəl üçün danışsan ki, 6-da görüşək, mütləq 1 saat, hətta gecikənlər var və bir dəfə yox, yəni bu həmişə davam edir. Burada səncə problemlər nədir? Niyə belə baş verir? Niyə biz vaxtın dəyərini bilmirik? Belə başlamaq olar. Nə görə vaxtı idarə eləmək? Aha. Çünki vaxt belə deyim, bizim ya da bir cismin 4-cü ölçüsüdür. Necə? Məsəl üçün en, uzunluq, həcm. Bizim 4-cü ölçümüz zamandır. Çünki biz zaman və məkanın daxilindəyik deyə. Bizdə artıq bu avtomatik 4-cü ölçü yaranır və biz bundan artıq qaçılmazdır bir növ bizim üçün. Qaçılmaz olduğu üçün də biz onunla necə rəqs eləməliyik ona baxmalıyıq ki, zamanla necə rəqs olmalıyıq. Və belə bir müdür söz var. Əli ibn Əbu Talibə aiddir. Deyir, itirdiyin hər şeyin əvəzini tapa bilərsən, amma zamanın yox. Nədir məsələ? Çünki hamımıza gündəlik eyni vaxt verilir. Heç bir ədalətsizlik də yoxdur. Hamımıza 24 saat verilir və bu 24 saatdan necə istifadə edilir? Artıq bunu biz qərarlaşdırmalıyıq. Əgər uğur qazanmaq istəyiriksə. Bir də maraqlı bir misal var. Əli ibn Əbu Talibdən gətirdin. Bu saat var, saatın əqrəbi var axı. Heç fikirləşmirsən onun niyə əqrəb deyilir? Saatın əqrəb, oxları əqrəb deyilirlər. Ərəb sözüdür bu. Deməli, onun məişəyə ondadır ki, ərəblər ona niyə əqrəb qoyublar? Necə ki, deyir, əqrəb insanı sancır, deyir, vaxt da insanı sancır. Vaxt, yəni insanın əleyhinə işləyir. Ona görə onun adını qoyublar əqrəb. Çox maraqlı bir misal idi. Çox maraqlıdır, ya işləmişdim. Abi, mən belə deyək də, istəyirsən sosial misallar gətirim. Ümumiyyətcə, mən belə özümdən də, özümün təcrübə elətdiyim misallar. Misal üçün, bir yerdən ad çəkməyəcəm, hansı yerdən sifariş edirdim. Kitab axtarırdım, bir dənə kitab sifariş etmək istəyirdim. Kitab da bunlardadır, ancaq başqa kitab satan yerdə yox idi. Nəsə dedim, yazdılar ki, biz yoxlayırıq, üstünə 1 saat keçdi. Dedilər, yenə yoxlayırıq. Bir də yazdım, dedilər, yenə yox. Axırda 6 saat hesabladım. Təxminən 6 saata bunlar bir dənə kitab tapmana vaxt sərf elədilər. Bu, yəni, vaxtın, yəni 6 saata nə qədər kitab sata bilərdin də. Yəni, 6 saat mən vaxt, günümün yarısını, yəni bu axtarış, təbii ki, mən orada deyildim, amma onlar 6 saata bir dənə kitab tapdılar. Bu da, belə deyək də, alıcı ilə satıcı arasında böyük bir boşluq yaradır. Yəni mən əlbəttə ki, başqa bir servis olsa, orada mənə o kitabı 30 dəqiqə tapsalar, mən ancaq oradan alacam da. 5-6 saat işləşdi kitab tapma. Bir dənə misal deyim, su şirkətindən su sifariş etmək istəyirdim. Deməli, dedilər ki, sabah gələcək, sizə əvvəlcənə zəng olunacaq. O kimi gəlmədilər, üstünə 14 gün keçdi. Marağa zəng elədim ki, bunlar bəşəm suyum kuryer yolda qalıb, bəşəm kuryer ölkəni səhv salıb da. Maraqlısa, 14 gün susuz qala bildin ya. Daha önce başqa şirkətə sifariş elədim də. Dedim, dedilər ki, qardaş, yadımızdan çıxıb, bəs gətirdirəm hamısı 14 gündür, yəni bunu necə yaddan çıxarda bilərsiniz? Bu hamısı vaxtın düzgün səmərəli istifadə eləməməsindən. Deməli, problemləri deyim, bu vaxt problemi nədən yaranır? Birinci problem günlük qrafik problemidir. Bizim əksər insanların günlük qrafiki yoxdur. Yəni, bu adam bilmir ki, məsəl üçün, gün orta nə yiyəcək? Hətta yeməyinin vaxtını belə bilmir ki, bu adam nə vaxt yemək yiyəcək də. Yəni, hər şey harada qırıldı da. Yəni, Aysel spontan sözü yaxşı, uyğundur bu söhbətə. Yatmağın nə vaxtı, durmağın nə vaxtı. Hətta mən sizə dedim, iş görüşməsində də problemlər var ki, insanlar iş görüşməsin vaxtın düzgün təyin eləmirlər və s. İkinci problem isə
vaxta dəyər verməmək. Bir sənədər vaxta indi kimdən soruşsa da mən vaxtım amma vaxta yetərincə dəyər verilmir. Çünki biz həyata necə baxırıq? Biz həyata ümumi baxırıq. Yəni deyirik ki, məsəl üçün də mən 60-70 il yaşayacağam. Bu nəsə insanların hamısının içində bir garanti hissi var ki, yəni 60 hədə statistik olaraq insanlar 60-70 yaşayır, mən də yaşayacağam. Belə bir qəribə bir inanc var. Bu kör-körhanə inancdır. Amma biz həyata belə deyək də bir anlıq öləcəyimiz kimi yanaşsa biz hər bir an ölə bilərik də. Yəni hər bir şey ola bilər. İnsan ürəyə dayana bilər. Çox şey ola bilər. Yəni əslində bizim bir anımız var və biz bir anın dəyərini bilsək, biz çox keyfiyyətli bir həyat yaşayacağıq. Yəni sən qardaş bilmirsən də bir saatdan sonra öləsən, ölməyəsən və bu əminliyin yoxdursa, sən həyatı daha keyfiyyətli yaşayırsan. Çünki vaxtının hər saniyəsinin qədrini bilirsən. Boş-boş işlərdən məşğul olmursan, boş-boş şeylərə baxmırsan, boş-boş verilişlərə baxmırsan. Həyatı səmərəli proqramlı şəkildə keçirdirsən. Bu da ki, kamil bir yaşayış həyat tərzidir. Hətta belə bir Epikürdən belə bir məsələ var. Bu deyir ki, insanlar belə deyək, insanlar qorxusun. Belə deyək də antik dövrün psixoterapevti idi. O deyir ki, insanlar salamlar olsun Epikürə. Onun belə bir yanaşması var. Deyir insanlar nə zaman öləcəyini bilmirlər və onları o qorxuya salır. Amma deyir ki, insan həyatın vaxtına yox, kamillikdən ölsə, onda o sonsuzluğa bərabər olacaq. Hətta qovuşacaq. Yəni insan 20 ildə yaşaya bilərsən, 30 amma sən kamil yaşaya bilərsən. Bu da sənə belə deyək də öləndə kifayət edəcək ki, mən bu həyatı dolğun yaşadım. Mən boş-boş şeylərlə məşğul olmadım. Mən insanlara xidmət elədim. İnsanlara bu məsələdir ki, insanlar dəyər vermirlər. Çünki inanc var ki, mən 100% yaşayacağam da, yəni mən 100% sabah oyanacağam. Qardaş, hardan bilirsən, hardan da bu səndə bu kim sənə bunu göndərib? Yəni göynə sənin əlaqən varmı? Üçüncü məsələ isə Yusuf, bu əslində dəyərə biraz oxşuyur, amma biraz fərqli. Məqsədsiz həyat. Biz məqsəd quranda insan başlayır saatın belə günlük saatın belə tarazlayır. Çünki misal üçün adam qoyur ki, mən falan şirkət qurmaq istəyirəm, CEO və başlayır yazmağa. Yazır və görür ki, mən bundan gündə məşğul olmalıyam ki, bu ali bir hədəfə dönüşsün də, ali bir şeyə çata bilim. Ona görə də gününün qədrini bilir. Amma əfsuslar olsun ki, biz yəni tələbəlikdə keçmişik. Çox adamın məqsədi yoxdur. Yalandan var məqsəd. Bir sənətər süni insanlar arasında süni bir məqsəddə. Kimlər soruşsa mən yaxşı karyera. Qardaş, hansı karyera? Hansı kateqoriya karyera? Nə istəyirsən? Harda işləmək istəyirsən? Necə işləmək istəyirsən? Bunu bir yazmısan bir dəftərə qələm. Mən karyera yaxşı istəyirəm. Əla, istəyirsən sonra. Mən maşın istəyirəm, mən ev. Hətta sən bu ev deyir istəyirəm. Qardaş, sən bu evin bu planda şəkil bir dənə şəkil çək vərəqdə, ev şəkli. Buna bir 1000 dənə addım yaz ki, bu evə necə sata bilərəm, mən bu evə əldə edeyim. Bu addımlar olmadığına görə məqsədsiz, yəni tələbə misalən yaxşı, misal 4 il tələbələr tamamilə məqsədsiz həyat yaşayır. Və məqsədli yaşayanlar da görürük nəticələrini. Gedir başqa ölkələrdə Erasmus eləyir. Yəni yaxşı nəticələr satır. Yəni kifayət qədər dostlar var ki, xaricdə, yəni həm işləyirlər artıq. Çünki bu adam gününün qədrini bilirdi. Amma bəzi yox, çoxsu əfsuslar olsun ki, məqsədi yoxdur. Məqsəd olmadığına görə də vaxtla məqsəd çox bir-birinə bağlı bir anlayışdadır deyə vaxtla bidirəməyə başlayır. Eynən. Və bax sözün kəsmədim, dedim qoy məqsəd tam deyərəm. Və qəribə bir paradoks var ki, bizim insanlarda. Məsələn, yaşamı sən demiş. 50-60 il yaşayım bəsdir, yoxsa 50-60 il yaşayacağam. Tüən spinə yanaşırlar. İnancda, yəni çox-çox. Və paradoks hardadır? Gündə bir 15 dəqiqə, 20 dəqiqə telefonda məsələn hansısa bir TikTok deyək, Instagram deyək, surfing eləyir. Ona o çox gəlmir. Ona sən necə baxır? Günümdən 15 dəqiqə sərf edirdim. Onu biz həqiqətən hesablasaq. Həyatımdan 15 dəqiqə. Hesablasaq, vursaq orta illik ömrə, tutam 70 il deyək. 70 illik ömrə sən gündəlik 1 saat internetə, TikToka baxırsansa, onu 70 ilə vuranda sənin ömründən 2 il, 3 il gedir. Sən bu cür baxsan görürsən ki, mənim ömrümün 3 ili TikTokda baxmağa gedir. TikTok baxmağa gedir. Gündə 15 dəqiqə, 1 saat gedir, yox.
3 ilin gedib Oy. bundan prinsipi ilə baxsan, sən həqiqətən İmamı almışsan da Öyle yuxarıda. yuxarıda 70 milyonun var yuxarıda. Hətta Yusuf sözünü kəsirəm. Orada baxırsan o telefonların çoxsunda o funksiya var ya, vaxtını nəyə sərf edirsən də. Biz görürük ki, o scrolling var ya, o reelslara baxmaqda insanlar ortalama 3-5 saat vaxt sərf edir gündə. 3-5 saat. 3-5 saat sən bir dənə hansı bir skill üzərində işləsən, sən onun bir ildən sonra məcdahası olasın. Eynən. Mən sadə bir hesablama idi. Gündə 3 saat deyirəm. 3 saat vaxtda. Sən 3 saat vaxtı ilə vursan, illə hərəkət eləsən, 360-a vursan 3 saata, eləyir 1080 çəpələm. 1080 saat. 1080 saatda dəqiqəyə çevirəndə və sən 1 dəqiqəyə ortalama bir kitabda 150 səhifə. Sən 1 dəqiqəyə 1 səhifə oxumaq sürəti ilə hərəkət eləsən, Ortalama 1 dəqiqə. ortalama 1 dəqiqəyə 1 səhifə Bəli. İlin sonunda sən 300-dən çox kitab oxuya bilərsən. Sadə bir hesablama da, yəni ki, bunu hər birimiz hesablaya bilərik. Sadə adi telefonda keçirdiyimiz vaxtdan olsun, tıxaclarda nə qədər vaxt xiriyor. Oy, orada nə qədər kitab oxuya bilirik. Yəni kitab oxuya bilərsən, lap kitab oxuyamadın, şərait məsələn metrodasan, Bəli. sıxılıqda şərait yoxdur. Səsli videolara qulaq as. Səsli dərslərə qulaq as və oradan nəsə öyrən. Bu cür yanaşsa həqiqətən zamanı dərin bilərik və nəsə də əldə edərik. Yəni elə insan var ki, sözünü də gəlsən, elə insan var ki, ömründə 300 kitab var, amma sən düzgün vaxtını bölsən, bir də o 60 il yaşayan insanın ömründə oxuduğu kitabın da 60 kitab oxuya bilər. O sən dediyin mən məsələləri belə deyək, 100% dəstəkləyirəm. Çünki mən özüm belə deyək, insan şəxsi təcrübəsinə baxmalıdır. Mən məsəl üçün metroda oturanda mən bir neçə kitabı elə bağlamışam. Metroda onsuz da metroda ya musiqiyə qulaq assan, ya o bir oyun var, Subway Surf oynayırsan, yəni ondan sonra kitab oxu da qardaş. Onsuz da evdə yaxşı oxumursan, işdə oxumursan, bu yol gedirsən də minimal götürək 41 saat, 40 dəqiqə, 1 saat yola vaxt sərf edir. Hətta çox sərf edən də var, 1 saatdan çox. Abi 1 saatdan çox nə qədər? O 50 dənə səhifə oxumaq olar. Yəni bədii kitablar onsuz da su kimi rahat gedir də indi. Yəni bu vaxtın yenə deyirəm, sən dediyin kimi ümumi yuxarıdan baxanda daha burada indi biraz elmi məsələlər də var. Mən istəyirəm bu elmi belə deyək də metodikalar nə var məsələn onlar deyəsən. Məsəl üçün sən məqsəddən söhbət elədin. Orada da bir növ konkretləşdirmək. Bəli. Məsələn məqsəd seçəndə, hədəf seçəndə biz necə yanaşmalıyıq buna? Birinci hədəf növünün təyinini seçməliyik. Hədəf, məsəl üçün, mən hansı hədəf seçməliyəm? Məsəl üçün, sağlamlıq hədəfi tutam. Sağlamlıq hədəfi bizim bir ömür, yəni qarşımıza duran hədəf ki, həqiqətən bir ömür sağlamlıq. Yəni onun sonraya saxlanılmaz bir növ. Eləsi var mənəviyyatla bağlı, maddiyyatla bağlı. Bunların hamısını seçsin. Birinci hədəf mənim hədəflərim. Sonra hədəfdə faydalılıq prinsipi belə deyək. Bu hədəf mənə nə qədər faydalıdır? Yəni bu bəlkə elə bunu bayaq söhbət edəndə valideynim istəyir deyə bunu seçmərəm. Və yaxud da cəmiyyət bunun tələbi budur deyə bunu seçirəm. Heç özümün ona həvəsim yoxdur. Sonra konkretləşdirmə. Nə deyirsən bayaq misal verdin? Ev istəyirəm. Qardaş harda istəyirsən, neçə otaqlı istəyirsən, bir yazda adırlar yəni. Bir asanlaşdı məsələn. Mən istəyirəm ingiliscəsində danışım, yaxşı danışım, mükəmməl danışım. Bir seç də yəni denə ki, İngiliscəsində B2 səviyyədə danışım. Yəni bunu aydınlaşdıranda sən də bilirsən ki, nəyə sərf edirsən. Abstraktdan reallığa da. Hayır, bəlkə ingiliscəsində yaxşı danışmaq sənin üçün elə B1, A2 gündəlik danışırdı. Bəlkə mənim üçün native danışırdı. Bəli. Yəni bu fərqlə sən bunu konkretləşdirməlisən ki, sənə həqiqətən nədir? Və bir də prinsip var, dəvənin filə qurban vermək. Bu nədir? Mən 3-4 dənə hədəf seçmişəm və 3-4 də mənim inkişafım üçün yəni rol oynayır. Amma mən bunu başlamalıyam ki, mən bunu 3-4-də eləyə bilmərəm. Yəni birini seç, reallıq. Birini seç 3-4-də eləyə bilmərsən. Birini seç reallıq. Bunu belə deyim, uyğunlaşdır özünə, konkretləşdir, sadələşdir və bununla uyğun da hərəkət elə. Elmi şeylərdən başqa nə misal verə bilərik? Pareto prinsipi. Bu hər şeydə 80-20-də. 80-20 prinsipi. Hər bir belə deyim də aspektdə istifadə olunur. Aspekt düzgün olan aspekt sözü. Aspekt düz. Aspektdə istifadə olunur. Məsəl üçün dil öyrənmədə də var, başqa yerdə. Bu nədir lor dildə? Bir növ sadə izahı. Gündə 10 dənə sənin işin varsa siyahında. O işdən sadəcə ikisi sənin üçün, ikisi və üçü sənin üçün önəmlidir və sənin gələcəkdə həyata təsir edəcək. Qalan 8 və 7-sini at ki. Boş şeylər. Qoy qurağa. Hətta o qurbağanın kitabında deyir ki, gündə əgər 2 dənə qurbağa yeyərsənsə, ən eybəcərini yeməklə başla. Niyə nədir məsələ? Həqiqətən bizim də ən çətin işi
gündəlik seçməklə başlayır. Biz fikir vermisənsə, işlərimizdə ən asan işi seçirik və qabağa atırıq. Rahat, Komfort zonada. komfort zonada tez rahatlaşdırım, qurtarım, çətin işlər sonra saxlayırıq. Halbuki çətin işlər bizim ən çox o ən eybəcər qurbağa var. Yeməli olduğumuz ən eybəcər qurbağadır. Biz onu sona saxlayırıq. Sona saxlayanda da belə deyim, gün sonlanır, 24 saat sonra sıfırlanır və o 24 saatı biz ehtiyac kimi saxlaya bilmirik. Sıfırlandı sadəcə. Bir sənədlər Yusuf, bax, o yaxşıdır da məsələləri, bu belə desək prioritet məsələlərdə, yəni prioritet, yəni hətta belə deyək, maşallah iPhone var, cəmaatda gedir alır. iPhone-da bax gedirsən Notes-da yazırsan, orada qırmızı bayraqlar var. Məsəl üçün 4-10 dənə şey yazsan, 10 dənə üstündə məsələn bayraqların sayına qədər onu birinci həll eləmək olduğunu göstərə bilərsən. Məsələn 3 dənə bayraq bu ən prioritet məsələdir. Mən birinci bunu həll eləməliyəm. Sonra 2, sonra 1 belə deyən bayraqlarla hətta rənglər qoya bilərsən. Qırmızı daha prioritetlidir, narıncı orta babatdır. Məsəl üçün boz çox da önəmli deyil, eləsəm də olan. Bir də bir sənədlər, bax, vaxt məsələsini, məsələn, tələbəlikdən misal gətirək. Təbii, tələbələrin çoxsunda da, indi də belədir. Tutaq ki, semestr başlayır da sentyabr, oktyabr, noyabr, dekabr, yanvarda imtahandır. Nə qədər eləyir? 4-5 ay eləyir də. Təxminən. Bu adam, məsələn, dərsləri hesablasan da, gündə o dərslərə də 10-15 dəqiqə vaxt sərf eləsə, bax, leksiya, mühazirə nə qədərdir ki, 200 səhifə zad olur da, çox olmur da mühazirə. Bu adam ona 10 dəqiqə, 15 dəqiqə hər bir fəndə sərf eləsə, ilin sonunda zır-zır ağlamaz ki, mən imtahanları 3 gün qalıb, mən bu nəzər oxuyam. Bu, qardaş, sən bu imtahanları vaxt təyin edə bilmirsən, həyatda necə həyatını təyin edə bilərsən, necə uğura çata bilərsən. Yəni qardaş, sən 10 dəqiqə, 15 dəqiqə vaxt ayırıb mühazirəyə hazırlaşa bilmirsən. Bu yəni çox fundamental məsələlərdir ki, biz nətər, bəlkə də bəzi şeylər var ki, məsələn, puldan götürək, nə bilim, şəxsi inkişafdan götürək, dildən götürək də, biz o şeylərə 1-2 ilə çata bilərik. Amma bu vaxt büdrəmələrinə görə biz onu 10 ilə çatırıq. Bayaq ümumiyyətcə çatmırıq. Bu daha fəlakətdir də. Hətta otursan, baxsan, misal üçün adamlar götürürlər, ortalama qoyurlar, araşdırmacılar da İngilis dilinin orta səviyyədə 1 ilə çatmaq olar. Mən sizə yəni belə də qarantiya verə bilərəm ki, 1 ilə intermediate, yəni orta. Intermediate hansıdır? B1 yox, B2? B1 plus B1. B1, yəni ortalama sən orta səviyyədə danışa bilərsən. Amma biz illərlə kurslara gedirik, nə edirik, nə qarşı. Çünki qardaş, biz hər gün 15 dəqiqə, 20 dəqiqə sərf eləmirik. Ona görə böyük bir böhranlar yaranır. Həm şəxsi inkişafda, həm xalqın içində, yəni insanlar hamısı gecikir harasa, insanlar tələs. Çünki deadline yoxdur bu adamlar. Bu adamlar vaxt qoymurlar. Bu adamlar, bax, məsələn, dosta deyirsən ki, qardaş, bu günlərim axşam görüşək də, bu adam qərar verə bilmir ki, bu axşam görüşəcək, yoxsa yox. Alında, nə bilim, mən bilmirəm, nə bilim. Deyirəm ki, çünki əlində yazılı bir planı yox ki, bu adam 1 saat sonra nə eləyəcək? Yəni, bu, sən necə yaşayırsan, sən bu, necə çatasan bir şey, sən axşam görüşməyə təyin edə bilmirsən. Eynən, bu yazmaq demişkən, məsələn, bizim elmi cəhətdən, məsələn, time management üsullardan biri də yazılı bir məqsədin olmasıdır. Yəni, planını yazı üzərinə köçür. Yəni demədən real arzular reallaşdı. Elə adam açmasın deyir ki, bilirəm də gündən, məsələn, gün ərzində nə edəcəm bilirəm. Niyə bunu yazıya töküm? Amma yazı o şeyi vizuallaşdırmaqdır. Sən vizuallaşdırsan və kağız üzərində görün ki, sənin nəyin var. Həqiqətən də bu cür insanlar var. Araşdırma da var. Burada Edward Benfield'in araşdırması var. Bu belə deyim, uğur əldə etmiş insanlar üzərindədir. Bu araşdırır və görür ki, həmin insanlar özünü olmaq istədikləri kimi vizuallaşdırıblar. Məsəl üçün də Jeff Bezos deyək də. Bu adam Amazon milyarder. Bu adam bir milyarder olmamışdan qabaq da milyarder kimi düşünürdü və özünü o cür də vizuallaşdırmışdı. Yəni 5 il, 10 il sonrasında məsələn məktub yazmaq ola bilər. Məsələn 5 il sonra belə deyim də balaca yaxşı və az vaxtlardan başlayıb 5 il sonra, 10 il sonra, 15 il sonra yaz. 15 il sonraki əlfəttin nələri belə deyim də bilinir, bacarmış olacaqsın, hansı bir nailiyyətdə olacaq. Bu vizuallaşdırmaq həm psixolojiyatın təsirli insana. Və o cür başlasın işləməyə. Niyə? Artıq vizuallaşdırmışam. 5 il sonra mən məktubu yazmışam. 5 il sonra o məktubu oxuyanda 5 il sonraki Yusuf və ya da əlfətin utanmasın. İndən başlayım onları eləyim.
Əslində Yusuf, orada sən maraqlı bir məsələ dedin sən. Belə götürək də. O bir dənə məşhur şəkil var. Jeff Bezos'un o oturubdu bir dənə bir otaqlı belə yerdi. Amazon yazısı belə əyri durubdu. Hamı orada nəsə edirdi. Mənə elə gəlir ki, bax o sənin söz və təsdiq olaraq o adam necə indiki necə düşüncədəydisə, elə də düşüncədəydi. Sadəcə ona vaxt lazım idi ki, o Amazonu qursun. Yəni orada təkcə bir sənətlər insandan da asılı olmayan səbəblər vardı. Yəni icazə almaq və s. Yəni planı qurmaq, yəni vaxt, hələ reallıqlar var. Mənə görə yəni onun indiki ilə o halı çox da fərqli deyil. İndiki sadəcə maddi olaraq rifahdadır. Orada rifahı yox idi. Ona görə bir sənətlər bu da yaxşı bir insanlar üçün misaldır ki, qardaş, sən məsəl üçün əlində şirkət var da, böyük bir korporasiyadır, milyard abarotu var da. Sən özü orada necə aparırsan? Hər dəqiqə, nə bilim, o yanın köməkçin filan müdür, filan vaxtı görüşün var, sən onu dərin bir söz, çünki sən bir gün axsadınsa, sən geridə qaldın, sən batırırsan bütün şirkəti də, belə deyə. Sən özü də indi elə apar, tələbəsən, filan yerdə işləyirsən, özü elə apar ki, elə sən həyatının müdürü ol. Yəni özü biraz bir sənətlər insan vaxtına hörmət eləyəndə özünə də hörmət eləməyə başlayır və başlayır sən daha səliqəli yaşamağa başa düşürsən. Katılıram. Və burada problemlərdən deyəndə məsələn bəzi insanlar var ki, mükəmməliyyətçidir, onu axtarırlar. İşlərində də çox sən deyil. Yaralı yerimiz. Hə, çox insanlar məsələn bunu olan problem nədir? Onlarda ya davam ya tamamda, yəni bu iş ya mükəmməl olmalıdır, ya da ki olmamalıdır. Yəni bunu mən ya mükəmməl eləyəm, ya da ki olmamalıdır. Perfeksionizm xətası da. Bəli. Bu da o xətadır və bunun belə deyim də bu müalicə üsullarından biri budur ki, bu insanlara tövsiyə edirlər ki, özünüzə vaxt təyin edin bir iş görəndə. Məsələn, bu işi 2 saata görməliyəm. Baxma sən də bu işi mükəmməl görsən ya yox. Bu işi 2 saata görməliyəm. Çünki 2 saat sonra mən başqa bir işim. Əslində sən onu vaxt qoyanda o ərsəyə gəlir. Üstəlik sən inkişaf edirsən axı. Artıq məsələn müəyyən müddətdə sonra o 2 saatı daha yaxşı məhsul ortaya qoyasan da. Hə. Bir misal yadıma düşdü. Çox yaxşı dedin, yadıma düşdü. Biz magistr hazırlaşanda məntiqdən bir müəllimimiz var idi. Fərhad müəllim. Reklam edib. Fərhad müəllim bizə belə sırayla testlər işlədirdi. Tam 10 dənə. Asandan çətin, asan, orta, çətin. Öz məntiq kitabda vardı, testlər bu cür idi. Maraqlı bilsən nə idi? Asan 10 dənə testdə 5 dəqiqə vaxt verirdi. Çətin 10 dənə testdə 5 dəqiqə vaxt verirdi. Maraqlı beyni. Müəllimə soruşurlar ki, bəs müəllim bu asan, bu çətin falan narazılıq eləyirdi adam heç vaxtlar. Məntiqini tutmayım da. Müəllim deyir ki, yəni sizi istəyirəm ki, o çətində də 5 dəqiqə beyninizi işlədəsiz daha çox və o qədər iş yanaşmağa o qədər iş məntiq elə bir sənə vaxt taparam bir izahları versə var fikirləşməsən hansı metoddan həll olunmalı falan adam o metodu görsün yəni həqiqətən çox yaxşıdır da və çox da işə yaramışdı. Çox maraqlı bir yanaşmadır. O perfeksionizm əslində xətasını sizə belə praktiki olaraq müalicə eləyir də müəllim ki, eyb yoxdur. Həm də ki, belə dediniz, insan vaxtı qısıtlı olanda daha başlayır vaxta dəyər verməyə və tez həll edir. Əslində nüanslara toxunduq, sosial mövzular, elmi yanaşmalar və s. Mən isə son sözümü deyimsə, bu ya Quranda idi, ya hədisdə idi, yadına. Amma səhv eləmirəmsə Quran ayəsidir. Orada deyir, mələklər soruşacaqlar insanlardan ki, nə qədər qaldınız dünyada da. Biri deyəcək bir gün, nə bilim, biri deyəcək 6 saat. Deyir, içindən ağıllı olan deyəcək 1 saat qaldım. Bu həyat 1 saatlıqdır. Və sonra sənin bu həyatın yaşamağın o 1 saatı necə yaşamağından asılıdır ki, maksimal dərəcədə həyatın belə deyək də qısa olduğunu anlamaq lazımdır. Özdə elə-belə anlamaq yox. Yəni onu canlı hopdurmalısan ki, qardaş, bu həyat qısadır. İnformasiya olaraq onu qəbul eləmiş. Biz yəni gedirik, yasada gedirik, adam öldü, amma biz onu inanmırıq ki, bizim başımıza gələcək. Və inanmadığımıza görə də həyatı çox səhv yaşayırıq. Çox yəqinimiz azdır buna. Bəli. Sona gəldik. Mən də sonda bunu deyim ki, məsələn, elmi mövzulardan və s. danışdım. Bəli. Birinci nədir? Bunu beynimizə qoymalıyıq ki, itirdiyim hər şeyin əvəzini tapa bilərəm, zamanı yox. Zaman axır gedir, ehtiyata saxlaya bilmirəm. Əqrəb kimi sancır. Eynən, əqrəb kimi sancır. Çox maraqlı idi. Əqrəb kimi sancır və mən nə etməliyəm? Məqsəd seçməliyəm. Məqsədimdə aydınlıq olmalıdır, faydalılıq prinsipi olmalıdır və məqsəd mənə nə qədər faydalıdır onu seçməliyəm və ən başlıcası
kağız üzərinə keçirməliyəm bunları gündəlik. Gündə vaxtımı bölməliyəm. 2 saat kitaba, 2 saat nə bilim məşq ola bilər, 2 saat film izləmək ola bilər, şəxsi inkişaf ola bilər. Bunları etdikdən sonra, artıq zamanın idarəçisi olandan sonra edə bilməyəcəyimiz bir necə deyim, Əngəl yox. əngəl yoxdur. Qarşımıza bir əngəl qalmayacaq artıq. Çox Ya sonda bunu deyə bilərəm. bəli, çox maraqlı.